Artıq Digital Login hesabınıza saniyələr ərzində daxil ola bilərsiniz. Belə ki, Digital Login sisteminə giriş açarı funksiyası əlavə olunub. Bu yenilik sayəsində siz artıq hesabınıza barmaq izi, üz tanıma kimi biometrik məlumatlar və ya cihazınızdakı xüsusi açar vasitəsilə sürətli və təhlükəsiz giriş imkanı əldə edirsiniz. Giriş açarı funksiyasını aktivləşdirməklə hesabınıza yalnız özünüzün daxil olmasını təmin edir, kənar şəxslərin müdaxiləsinin qarşısını alırsınız. Bəs bu funksiyanı necə aktivləşdirmək olar? Gəlin addım-addım tanış olaq. Şəxsiyyət vəsiqənizin PIN kodu ilə Digital Login hesabınıza daxil olun. Şəxsi kabinetinizdə təhlükəsizlik bölməsindən giriş açarı bölməsinə keçid edin. Sağ küncdə yerləşən yeni düyməsini sıxın və yeni giriş açarınızı adlandırın. Adlandırdıqdan sonra yaradacağınız giriş açarının yalnız həmin cihaz üçün keçərli olacağı bildirilir. Bundan sonra ekranda sizə cihazınızın dəstəklədiyi təhlükəsizlik üsuluna əsasən giriş növünü təsdiqləməyiniz tələb olunacaq. Bu təsdiq tamamlandıqdan sonra giriş açarınız uğurla yaradılır. Bundan sonra sistemə saniyələr ərzində təyin etdiyiniz giriş açarı vasitəsilə daha təhlükəsiz şəkildə daxil ola bilərsiniz. Digital Login hesabınıza daxil olmaq daha təhlükəsiz və sürətlidir.